Gəlin Gülçin Əliyevanın isimlə bağlı olan sınavına baxaq. Deməli, birinci testimizdə bizdən nə istəyir? Deyir ki, plural nounları seç. Plural noun cəm isim deməkdir. Deyir cəmdədir, sifain cəmdədir. Amma burada işləri görülən reindeerdir. Niyə? Baxın, reindeer şimal maral deməkdir. Digər necə təkdə cəmdə eyni olursa, reindeer də eyni olur. Yəni, burada isə olmalı deyildi. A bəndimizə çıxdım. B bəndinə baxıram, elə cavab B bəndidir. Scissors qayçı, iki hissədən ibarətli cəmdədir. Oxen öküzlər, women də qadınlar cəmdədir. Economics-də icılsını çıxıram, təkdədir. D bəndində spectacles cəmdədir, shoes da cəmdədir. Amma radio işi körləyir. Niyə? Baxın, demişdik axı, sonra o ilə bitən bəzi isimlər var ki, sadəcə cəmlənəndə S qəbul edirlər. Piano, radio, auto, video, solo, kimono, bunlar həmişə S qəbul edirlər. Ona görə işlərimiz körlanıb burada da. Keçirəm Y bəndinə. Y bəndində də children cəmdir, postman cəmdir. Mən işi körlüyor. Deməli, burada qeydlər götürmüşəm. Bir dənə buna baxaq. Deyirəm, postman, poçtalyon da elə. Cəmlənəndə olur postman. Artikli düşür. İndi buna baxın. Mən driver, kişi sürücü. Baxın, burada mən komponenti sözün sonunda gəlib. Məni mənə çevirdim, işim qurtardı. Amma birinci yerdə gəlibsə və defisiti var da, birinci yerdə gəlibsə, həm men cəmlənməlidir, mən olma, həm driver cəmlənməlidir. Eyni qayda woman üçün də keçərlidir. Baxın, a woman driver, qadın sürücü eləmə. Deməli, burada nə deyirik? Woman birinci yerdə gəlib elə. Deməli, olmalıdır women drivers. Söz kisə cəmlənir. Ona görə burada bizim mən driversdə necə olmalıydı? Mən birinci yerdə gəlibdir, olmalıdır men drivers kisə cəmlənməliydi. 2-yə baxıram, yanlış olan yəlik halı soruşur. Cavab Y bəndidir. Niyə? Gəlin, mən sizə bir şey deyim. Baxın, bura nümunə qeyd eləmişəm. Bunu bir qayda olaraq yadda saxlayın. Sister-in-law, father-in-law, brother-in-law, mother-in-law, nə bilim, son-in-law, bunların yəliyi necə düzəlir? Yəliyi ancaq və ancaq sən yəliyi law hissəsini apostrof S artıraraq düzəldirsən. S apostrof söhbəti yoxdur, uşaqlar. Apostrof S artıraraq düzəlirsən, bunu əzbərlə. Apostrof S-də qutardı. Amma cəm şəkilçisini birinci yerə artırırsan, cəmləndirmək istəsən, sisters-in-law, baldızlar. Anladınız mı? Cəm şəkilçisi birinci artırılır, yəli ikinci artırılır. Deməli, burada nəyi yadda saxlayırıq? Brother-in-law, mother-in-law, sister-in-law-da birinci yerə cəm şəkilçisi qoyuruq həmişə. Birincidə cəm olmalıdır. İkincidə yəlik hal olmalıdır. Üzrə apostrof S-lə olmalıdır. İkincidə niyə S apostrofla düzəlmir yəlik? Çünki bu cəm burada da axı. Bu cəmdə olsun ki, apostrof, S apostrof qoyam. Cəmdə ola bilməz. Bu hissənin yəliyi apostrof S, bu cəmi də birinci hissəyə qoyursunuz. Bu qədər sadə. Bu tipli birləşmələri görəndə birinci yerdə cəm şəkilçisi axtar, ikinci yerdə apostrof S axtar. Keçirik üçüncüyə. Üçüncüdə bizə nə deyir? Biz düzgün variantı seçməliyik. Birinci testimizdə baxaq. This təkdədir, news təkdədir, düzgün. Burada today. Deməli, today'dir, yesterday'dir, tomorrow'dur. Bunlar zaman zərflərdir. Zaman zərfi cəmlənməsi yəliyi apostrof S-lə düzəlir. B bəndində the sun, dünyada bir dənə də apostrof S-lə düzəldib. İsimim də var burada. Deməli, cavab B bəndidir. C bəndinə baxıram. Baxın, ümumiyyətlə, yəlik halda bəzən müəllimlər kitablarda var da, deyirik ki, yazıblar ki, apostrof S-ə qod gəlməz, nə bilim, veri gəlməz, sifət gəlməz, bunda yəlik deyil, Z gəlməz, yəlik deyil. Bunu bizə dənə sadə yolla bunu yadda saxlayın ki, apostrof S-dən sonra isim axtar. Birbaşa isim gəlibsə və yaxud da sifət üstəgələk isim də ola bilər. Eləcə sifət üstəgələk isim. Varsa yəlikdir, yoxdursa yəlik deyil. İndi bax, orada zaman zərfidir, getdi, isim yoxdur. Woman kökən dəyişən isimdir. Bunu yəliyi apostrof S-lə düzəlir. Sonra apostrof S-dən sonra cut feildir, getdi. Dördüncüyə baxıram. Deməli, countable nounlar sərkəsini soruşur. Burada flood, care çıxır, sand çıxır, blood çıxır, legged çıxır. Burada petroldur, qazdır, wheatdir, bunlar çıxır. Sonra baxıram, baggage çıxır burada. Cavab D bəndidir. Tail quyruqdur, relation əlaqə, speaker natiq, brushda fırça, şotka. Düzgün possessive case soruşur. Baxıram. Burada apostrof S-dən sonra hair ismi gəlib, saçdır. Saç bədən üzvləridir, xarakterdir. Bunlar heç vaxt ortaq ola bilmir uşaqlar. Ortaq olmaq o deməkdir ki, ikinciyə apostrof S qoyursan. Bax, ortaq qoyubdur. Sən bunları görürsənsə bədən üzvləri. Bu zaman ki, sən də apostrof S qoymalısan. Birinci yanlışdır. Baxıram ikinciyə. Mister varsa apostrof S-dir. Deməli, 2 düzgündür. Z varsa S apostrofdur. Deməli, 4 də düzgündür. Üçüncüyə baxıram. 2 rəqəmi var. To, must cəmlənməli idi, sonra apostrof qoyulmalı idi. Cavab 2, 4, Y bəndidir. Altıncı derivativ noun soruşur, düzəltmə isimlər. Windmill yer dəyirmanı mürəkkəbdir. Countryside mürəkkəbdir. Light sadədir. Success sadədir. Cavab Y bəndidir.
ion, sion, tion, bu da ment. 7-də bizdən derivativ nounlar, düzəltmə isimləri soruşur. Source mənbəyi sadədir, fault sadədir, sonra flat daşqın sadədir, bu da getdi mürəkkəb. Cavab A bəndi. Heroizmdə ism, burada er, burada da ion, sion, tion. Baxırıq 8-ə, positive case olan cümləni seçməliyik. Baxın, apostrof S-dən sonra ən gəlibdir. Birbaşa isim gəlməyib. Deməli, bu yiyəlik deyil. Bu, mənim yiyəlik apostrof S-dən düzəlməlidir. Deməli, bunu da çıxıram. Mr. Jackson, apostrof S-dən sonra my gəlibdir. İsim gəlməyibdir. Deməli, yiyəlik deyil. Baxaq bura. Few-dan sonra diqqətli olursunuz. Match verə bilər, many verə bilər, few verə bilər, rəqəm verə bilər. Bu zaman 2-dən yuxarı rəqəm filan varsa cəmlənməlidir. Few-dan sonra birincisi minute-in özünü cəmləndirsin ki, bura apostrof qoysun. Başa düşdünüz? Ona görə E bəndi də səhvdir. Cavabım olur A bəndi. Baxaq, uşağın ehtiyacı. Bax, E artikli qoyub təkdə də apostrof S. Food ismin də var, need for, can, feilim də var. Deməli, cavab A'dır. 9. Compounddan soruşur. Neighborhoodda hood avtomatik çıxır, childhood çıxır. Deməli, German, Norman, Roman, bunlar, bir də human, bunlar təkdədirlər, bunlar çıxdı. Burada da ment şəkilçidir, çıxdı. Bizdən mürəkkəb soruşurdu da, B bəndidir. Toothbrush, diş fırçası, bir də spaceship, kosmik, gəmi deməkdir. Ship əslində düzəltmə isim yaradır, bilirsiniz. Amma warship, spaceship, battleship, steamship, bunlarda mürəkkəb isim yaradır. Onda deyir, tura hansı şəkilçilər artıraraq söz yarada bilərik. Turizm, bir də turist debəndi. Bura baxaraq isimləri soruşur. Unique nadir sifətdir, musical sifətdir, free sifətdir, tiny sifətdir. Cavab C bəndidir. 12-də singular noun soruşur. My'sı çıxırsan, fit'i çıxırsan, Caesar'sı çıxırsan. 3, 4, 6. 3, 4, 6. Cavab B bəndidir. Bunlar sadə testlər. 13-ə baxırıq, çox sadədir. Kökdən dəyişən və təki cəmiyyən olanlar apostrof S-lə düzəlir. Baxın, hamısını səhv veribdir. Burada apostrof S olmalıydı, burada apostrof S olmalıydı, burada apostrof S, burada da apostrof S. Bir dənə C düzgündür. Burada sadə isimlər soruşur, düzəltmədir, bu sifətdir. Cavabım 1, 4, 5 C bəndidir. Gəlin baxaq 15-ci testə. İsim düzəldən şəkilçiləri soruşur bizdən. Eloy zərf düzəldir, getdi. IV sifət düzəldir, bax, expensive. Sonra burada less-lə nes-də sizə bir şey deyim. Baxın uşaqlar, less bir də nes var. Bunu əvvəl özümdə qatırdım. Bax, n ilə başlayıbsa noun isim düzəldir. Amma l sifət düzəldir. N ilə yadda saxlayın bunu. Bu da buradan çıxır. Full da sifət düzəldən şəkilçidir. Amma bəzi sözlər var ki, handful, mouseful, plateful, bir də spoonful. Bunlar isim sayılır. Amma yerdə qalan fullun hamısı sifətdir. Cavab C bəndidir. Bir də burada y homonim şəkilcidir. Yəni, həm sifət düzəldə bilər, həm isim düzəldə bilər. Baxırıq 16-da uncountable nounları bizdən soruşur. Burada cloud sözü sayılan isimdir, istisnadır. Sonra impression burada sayılandır. Sonra burada brush sayılır. Bir də toothbrush, diş fırçası sayılır. Deməli, permission icazə sayılmır. Soup, bir də rain yağış. Bunlar B bəndi çıxır. 17-ci testə baxaq, çox sadə bir testdir. Kökdən dəyişən isimdir. Goose, geese, apostrof S olmalıydı, bir yanlışdır. Mən belə cəmlənməz, apostrof S olarsa yanlışdır. Z varsa S apostrof bitişik S olardı Z-də. Böyük hərflə yazılıbsa, soyadda, ona fikir verin, hər Z-yə görə yox. Z öz yer kürəsi, dünyada bir dənə də apostrof S düzgündür. Tomorrow-da bayaq demişdim, apostrof S-lə düzəlir. İsim düzəldən şəkilçilər, bax, burada fullu çıxırsan. Burada lesi çıxırsan, dedim les sifət düzəldir, ly zərf düzəldir, os sifət düzəldir, ion, sion, tion, bir də ment. Cavab Y bəndidir. Cəmdə olan isimlər mice, people, carrots, elə cavab 2, 3, 5-dir, C bəndidir. Aktristə sözün sonu s-sı ilə bitibsə, o isim təkdədir. İc-sı ilə bitibsə, təkdədir. News'da sayılmayan isimdə bilirik. 20-ci testə baxırıq. Kökdən tək cəmiyyən olanlar apostrof S-lə düzəlir, düzgündür. Children apostrof S-lə düzəlir, düzgündür. Women apostrof S-lə düzəlir, düzgündür. Burada bunlar cəmlənməz apostrof S olardı. 1, 2, 4 varmı? Var, D bəndidir. Baxırıq, bura düzgün variantı deyir, seç. Sheep deyə bilərik, niyə? Bir dənə qoyun ola bilər, bir dənə gəmi də ola bilər, 10 dənə uşaq da ola bilər. 3 mouses yox, mice olmalıydı. 2 men yox, men olmalıydı. Deməli, cavabım 1, 2, 4. Görün varmı? C bəndində var, düzgündür.
Deməli, ship qoyun. Kökdən dəyişənlər təkdə deyiriksə onların qabağına ya deyirəm a ship, ya da one ship təkdə. Cəmdə deyirəmsə eləcə ship. Sonra baxıram 22-də pluralından soruşur. Dress s ilə bitib təkdə getdi. CTS, IES olmalı idi. B bəndi getdi. Fit belə cəmlənməz. Domino, bilyard. Bunlar sonu S-lə bitməsinə baxmayaraq sayılmayan isimlərdir. Cavab D bəndidir. Foxes olmalıdır. X ilə bitəndə. Bunda diqqətli olun. Sonra burada səhv nə var başqa? Qalanlar düzdür. Bizdən yəlik hal soruşur. Baxın, votdan sonra apostrof s gəlib. Ümumiyyətcə, yəlik hal şəkilçisi ismi artırılmalıdır. Özündən sonra da isim gəlməlidir. Yəni, vot sual vəzlidir. Bundan işi yoxdur. Burada editor in chief, baxın, inli, bax, mürəkkəb sözdür görürsünüz mü? Mazerin law kimi. Yəlik hal hara qoyub? İkinciyə qoyubdur. Deməli, düzgündür. Apostrof s. Cəmi amma hara qoyardı? Qoyuz cəmləndirsə, bura qoyardı. Deməli, B bəndi düzdür. Yenə də baxırım, ha. Diqqətli olaq biraz. Fathers, atalar cəmdədirlər. Cəmdədirsə, hər ikisinin apostrof s olmalıdır. Deməli, ortaq deyil. Hər ikisinin ayrı-ayrı atası var. Yəni, bunlar qardaş deyirlər. Sonra, woman belə yəliyi belə düzəltmə apostrof s olardı. Child sleeping is sleepingdir. Bax, bu yatır davam edici zamandır. Deməli, Y bəndi səhvdir. Özdə bax, nida qoyubdur. Əgər zaman anlayışımız varsa, biz bilməliyik ki, nida qoyub əmr cümləsi vermişiksə, o nida cümləsi də ondan sonra gələn cümlə davam edici zamanda olmalıdır. İndiki davam edici zaman deyir, sakit ol, silence. Child is sleeping in the other room. O bir otaqda uşaq yatır. Yəni, avtomatik siz bu nida cümləsini bilməlisiniz ki, bu davam edici zamandır. Cavabım B-dir. 24-də baxıram, düzgün variant soruşur. Information sayılmayandır, qabağında ən olmaz. Sayılmayan isimlər artikeldan düşməndirlər. Information service, diqqətli olun. İki isim yanaşı gələndə artikel ikinciyə aid olur. Service sözü də sayılan isim olduğu üçün ənlə işlənə bilər, bir düzgündür. Yenə bax, əni bura aid eləyirəm. Service işi cəmlənib, əndən olmaz. 3 çıxdı. Ən orange də portağal mənasında ola bilər. Cavab 1-3-dür. Orange sizi çaşdırmasın. Mən bunu sizə demiş olaram. Orange həm portağal, həm də narıncı rəngdir. Portağal mənasında artikeldan işlənə bilər. Bir portağal deməkdir. 25-ə baxıram. Düzgün variantı seçirəm. Deməli, Z varsa bitişik kəsdir. S apostrof 1 düzgündür. Adam adı böyükdür də o cəhətdən. Mr varsa apostrof S bu düzgündür. Mrs varsa apostrof S olmalıydı. Bu yanlışdır. Mr varsa apostrof S olmalıydı. Z varsa S apostrof olmalıydı. Z var çünki 1-3 cavab C bəndidir. 26-ya baxıram. Deməli, 26-da məndən nə soruşur? Deməli, düzgün variant yox, yanlış variant, incorrect soruşur. Baxaq, kökdən dəyişir apostrof S-lə düzəlir, children düzdür. Grandmother təkdədir, apostrof S düzgündür. Mr varsa apostrof S düzgündür. Ən təkdədir, our təkdədir, apostrof S-mi qoyub düzgündür. Amma woman kökdən dəyişənlər, təki cəmi eyni olanlar, bunlar apostrof S-lə düzəlir. Deməli, C bəndi yanlışdır. Düzgün variantı soruşur. Five var, D cəmlənibdir, apostrof qoyubdur. Deməli, bir düzgündür. E var, V-ki cəmləndiribdir. E ilə cəmlənməz axı isim, o getdi. Two varsa, burada cəmlənib apostrof olmalıydı, getdi. E var, yer təkdədir, ismin var, düzgündür. 1-4. Cavab olur A bəndi. 28-ə baxaq. Deməli, sənin uşağının ad günü. Baxın, isimimi burada veribdir. Nəyə baxıram? Kökdən dəyişən isimdir. Child, children. Child təkdədirsə, ümumiyyətcə bunlar apostrof S-lə düzəlir. Təkdə də cəmdədir, getdi. 4-də S apostrof olmaz, getdi. Bax, mənə apostrof S lazımdır. Belə olmaz, apostrof S lazımdır. Cavab 1-5-dir. O da olur Y bəndi. Bax, 2 də veribdir. Niyə? Child'ı tutub eləyib. Child'a S qoyubdur, sonra da apostrof S qoyubdur. Child, children olur axı. S-lə cəmlənmir. Biraz diribaş olmaq lazımdır. 29-a baxıram. İsim düzəldən şəkilçi soruşur. Baxın, yenə eyni şeylərdir. Teen say düzəldən şəkilçidir. 18. Full sifət düzəldir. Sonra burada ly zərf düzəldir. Amma nes isim düzəldir. Noun. Less sifət düzəldir. Bayaq nes, less söhbətini sizə mən izah elədim. Yenə deyirəm. N varsa noundur. Cavab domhood Y bəndidir. Countable nounlar soruşur. Money sayılmır, gold sayılmır. Juice meyvə şəsi sayılmır. 2 ilə 5 Y bəndi. Deməli, bu qədər. Ümidvaram ki, başa düşdünüz. Bir dənə mürəkkəb isimlərin yəlik halına diqqətli olun. Mother in law tiplilərdə. Necə dedik, cəm şəkilçisi birinciyə, yəlik hal ikinciyə artırılır və apostrof S-lə düzəlir yəliyi. Sonra nes və lessdə nes isim düzəlir, less noun düzəldən şəkilçidir. Səhv dedim. Nes noun, less sifət düzəldir. Mexaniki səhv getdi. Sonra ortaq yəlik halda bədən üzvləridir, saçdır. Bunlar ortaq ola bilməz. Hər ikisinə apostrof S qoymalıyıq və həmin bədən üzvü ortaq o bədən üzvü qoyduğumuz isim cəmdə olmalıdır. Bunu unutmursunuz.
Ailə üzvləri veribdirsə, məsəl üçün faizəni təkdə veribsə, demək ikisinə də ortaqdır. Bir dənə apostrof s qoyursunuz ikinciyə. Amma faiz cəmdə veribsə, deməli ayrı-ayrıdır bunların ataları, ikisinə də apostrof s qoyursunuz.